Artıq olmalı olan hadisələr var idi ki, onlar da olmadı, qəribədir. Çünki biz, məsələn, mən özüm də artıq bu Mehdiyev işindən danışanda deyirdim ki, bu biraz qeyri-ciddi görsənir. Niyə? Çünki adamın haqqında cinayət işi yoxdur, vəkili yoxdur, özü danışmır, rəsmi məhkəmə qərarı çıxardılmır üzə, istintaq orqanları rəsmi bir mövqe bildirmir filan. Amma son keçən həftə nəhayət ki, Dövlət Təhlükəsizlik Xidmətinin belə də bir mix videosu çıxdı. Müxtəlif dönəmləri əhatə və şəxsləri əhatə edən səs yazılar, video görüntülər və Mehdiyevin evində aparılan axtarışın görüntüləri o da önəmli idi. Mən düşünürəm və Mehdiyevin səs yazıları, hansı ki o məktub hadisəsini təsdiqləyən ki, ya tam знаете, написал, git ölürdüyün yerdə. Birisi adam, baxın, adam biz bəzilərini biz indi hamı müzakirə edirik. Bəziləri dedi ki, məsələn bu fake də ola bilər, süni zəka da ola bilər. Amma o intonasiyalar, onun tonu, o təngi nəfəs, danışanda 3 dəfə təngi nəfəs olsa, sən də dövlət dairə edəcəksən. Amma bu hikkələri nədir mən başa düşə bilmirəm. Çox maraqlıdır ki, o səs yazıları bu Amiyada olan vaxtı, yəni rəhbərlikdə olan vaxtı olan hadisələrdir. Yəni dedilər ki, 25-in avqustu dedilər. 25-in avqustu. 25-in avqustu. Bəzi yazışmalar, bəzi ola bilər, proseslər. amma bu adam yəni bax axır-axırda bəziləri hətta deyirdi ki, bunun ağlı qaçıb, bu artıq bilmir məkanı. Bəs deyirdiniz, qardaş bu xəstədir deyə tutmuruq zat. Məndən sizdən yaxşıdır. Deyir, məlumat ver. Denən, idarəçilik yazmışam, dostlara göndərəcəyik. Sonra o birisinə zəng eləyir ki, sən göndərdin mi? O deyir, göndərdim. Deyir, bax, belə elə filan. Adamın hikkəsi, yəni, nə bilim, biz belə hikkəli adamlar doğrudan təhlükəlidirlər. Sən nə etmək istəyirsən, qardaş? Nədir sən? Rus tankların Bakıya gəlsin. Atanızın mülkü deyil, bu. Atanızın mülkü deyil bura. Bəsdir də getdin də, get, otur, ölümümüzü gözlə də, qardaş, nə deyək, səndən qat-qat cavanlar basırdıq, getdi. Yəni, bu adamlar dövlət idarəçiliyində təhlükəlidir. Bu adamların yaxınları, uzaqları, bu adamların gətirdiyi kadrlar, hamısı təhlükəlidir. Bunları rədd eləmək lazımdır dövlət idarəçiliyində. Bunlar dövləti özləri bilirlər. Bax, indi Mehdiyevdən soruşsaq ki, sən niyə durduğun yerdə zəng elədin hansı agentə ki, mən dövlət idarəçiliyi haqqında sənədi göndərmişəm. O bəziləri deyə bilər ki, indi məsələn orada bilmirik də qadın kimdir, o yarı Azərbaycan, yarı Rusca danışan kimdir. O da görürsünüz, qadına deyir ki, bəs mən eləmişəm, deyir, mən məlumat vermişəm. Bu bilirsiniz məruzə şeydir. Bu yəni ki, mən məruzə eləmişəm. Deyir, nu odur ki, məruzə eləmişəm. Yəni mən cavab olanda sənə deyəcəm. Bu görür ki, geri dönməyə bilərlər. Deyir ki, mən məktub hazırlamışam. Və məktubun kontekstini demək istəyir ki, bax, dövlət idarəçiliyinin idarə forması haqqında, yəni bu demək istəyir ki, ciddi məsələdir. Yəni sən ciddi yanaş ona. Qadın da göz peşəkarsa deyir ki, Diyanın özünüz aranızda danışasınız. Yəni mənim başımı aşan işlərdir, mənlik deyil, özünüz səninlə əlaqə qursa danışar. Bax, bir sual verək ortalıqda belə bir şeydir. Mən tutaq ki, dövlət idarəçisinə iddialı adamam. Düzdür, mən tutaq ki, AK Partiyanın rəhbəri. Tutaq ki, mən dövləti hansısa formada idarə etmə haqqında bir təsəvvürlərim var, bir nəsə yazmışam. Komanda formalaşdırmışsınız, hə? Mən yazmışam, idarəçi. Bunu kimi ötürə bilərəm mən, Sevinç xanım? Ən böyük mənəm də, elə mənəm də, başa gəlməm mənəm. Mən bunu kimi ötürəsiyəm? Kimdən razılaşdırmalıyım? Kimdən razılaşdırmalıyım? Yəni, bax, bu idarəçilik metodunun dabrosunu o el arasında desək, kimdən almalıyım? Başda mənəmsə, mənəm də uzaqbaşı yığaram komandamı, orada müzakirə eləyərəm. Orada da rəhbər kim? Amma siz müəllimə çatdırdınızmı? Yəni, sən yaxşı, sən birinci olmaq istəyirsən və özün də kiminsə köməkçisinin, sən yaxşı, birinci olanda biz neçənci olacağıq? Sən köməkçisinə dil tökürsənsə və gəlib İraq, bizim birinci olacaqdınsa, İraq, Allah gözləmir. Bizim millət neçənci olacaqdı? Xalqımız, dövlətimiz neçənci olacaqdı? Oradan gələn, şimaldan gələn direktivləri həyata keçirəcəkdik. Yəni, bax, bu kafa odur və adam, baxın, təslim olmaq istəmir. Bəsdir də, qardaş, nə istəyirsən? Və indi biz zamanında mən o vaxt dedim, indi deyəndə deyəcəklər, yıxılana balta vururlar filan ilə, amma bəzən yıxılanları balta vurmaq lazımdır ki, onlar cücərməsinlər, bir də pöhrələnməsinlər. Çünki Azərbaycan siyasi səhnəsinin, iqtidar müxalifət münasibətlərinin bu səviyyəyə düşməyinin səbəbkarları orada Mehdiyevlərdirsə, burada da bəziləridir.
Bəli. Baxın altdan əlbir olanlar, paslaşanlar, biz orada gedib küçələrdə 500 manat tapmayanda alver eləyənlər, cəmiyyətə durub baxın. Siz mənim ağzımdan eşitmisiniz ki, Ağ Partiyanın hədəfi avro inteqrasiyadır. Eşitməmisiniz. Eşitmisiniz ki, Ağ Partiyanın hədəfi tutaq ki, Rusiya meyillidir. Yox, biz nə deyirik? Biz demişik ki, qardaş, cəmiyyətə xəttimizi bildiririk. Nə deyirik? Deyirik ki, biz Türk İslam dünyasına inteqrasiyanın tərəfdarıyıq. Təbii müttəfiqlərimizə düzdür. Bunlar çıxırlar üzdə deyirlər ki, Avro inteqrasiya, Avropa, nə bilim də Avropanın üzr istəyirəm ayaq yollarını belə bizə misal gətirirlər, düzdür? Dalda telefon əllərinə düşən kimi biz KTMT-yə üzv olarıq. Niyə olmur? Bir işarə göndərsinlər də, işarə. O şey belə hərəkət, işarə göndərin bizə. Mən elə sinif yoldaşıyam, tələbə yoldaşıyam, bütün günü bir yerdəyəm. Yadınıza gəlir o vaxt mən deyirdim ki, bəziləri necə xaricdə danışır. Skype açırlar. Salam Sevinç xanım. Yanında da oturub o öhdəlik götürəcək adam. Bu birbaşa onunla danışmır Sevinç xanım. Salam Sevinç xanım. Biz oturmuş o da bəli, mənim sizə böyük hörmətim var falan. Ona eşitdirir. Bildiniz necə? İndi mənəm də fərqi nədir? Odur mənəm. Çıxın onu xalqa izahat verin. Sizin xəttiniz nədir qardaş? Avro inteqrasiya yoxsa KTMT?